Hamıya salam dostlar. Bugün DLC 2026'da yeni videoyla sizin qarşınıza çıxıram. Bugün əfsanəvi transferlər eləmişəm. McTominay eləyəcəm. Çox qəşəngdir. Güclü şutlarından birinə sahibdir. Bunu transfer edəcəm. Görüm necə oynayacaq. Yaxşı oynasa, yəni saxlayacağım klubda. Alırıq McTominay. Yaxşı oyuncudur dostlar. Ne kadar zeki bir oyuncu. Orta sahadaki farkındalığı eşsiz. Bəli, McTominay Qarabağ FK-yə transfer olur. Qarabağın Napoli Qarabağ oyununda da gördüyünüz kimi çox qəşəng uğurla davam edirdi. McTominay transfer etdikdən sonra bu oyuncunu istəmirəm, Vazquezə basar. Yəni orada yalandan durmasın. Burada kariyer var, orada hərdən alırıq. Dostlar, mən 16 gündə artıq 80 DP kasmışam. Bu arada burada isə 13-cü yerdəyim, yəni klanlarda. Dostlar, kadrom da belədir və bu səfər sizə yaxşı bir dənə oyuncunu göstərəcəm. Baxın, Samuna Sambay təbii ki bu Qarabağa gəlmə ehtimalı var. Bu oyuncu təbii ki hansısa bir klubda oynayır. O klubla müqaviləsi iyun ayında qurtaracaq. Əgər iyun ayında qurtarsa, yəni Qarabağa gəlmə ehtimalı var. Qurban müəllim inşallah yəni razılıq görər. Bir də dostlar, DLC-də Azərbaycan oyuncusu da var. Okan Köççüdür, bilmirəm. Türkəldir, amma yəni Azərbaycan millisində oynayır. Yəni onu ala bilərsiniz, qarşınıza çıxa bilər. Təbii ki mən çıxa bilməz, çıxsa da yəni uzaq başı zorlandı. Çünki mən atmışdıq. 50 zat gəlmir, çünki güclü kadrom. Ancaq təzə başlayanlar üçün gələr. Azərbaycanlı oyuncu 59-luqdur, 69-luq etmək olur. Bəli dostlar, gedək bir oyun oynayaq. Belə bir etkinlik gələcək, bunu oynayın. Mən burada Real ya da ki Barsa seçirəm. Yəni özüm Barcelonalıyam, bəlkə Barsa seçdim. İndi McTominay yoxlayaq dostlar. McTominay qoyuruq bura və giyirik oyuna. Görək nə edəcəyik. Gedək dostlar, baxım görüm kadro öz yerindədir. Bəli. Yox, Vinicius dəqiqə, Vinicius daha da güclü oynayan oyuncudur. Sürətdə Rafinhadan güclüdür. Bəli, 93'lü səviyyəli bunu utmaya bilərik, utata bilərik. Rəqibin şansına baxır. Rəqib çox güclü görünür. Çox qorxulu gəlir üstünə, amma mən qorxmayacağım. Əlimdən gələn edəcəm. McTominay kəsdi bunu. McTominay. Burada isim yox idi. Top Haalandda. Haalanddan Sterling. Bu arada Sterling Qarabağa gəlməsi, yəni danışıqlar gedirdi Qurban müəllim. Hələ də ki bilinmir. Dəyəri də düşməyəm. Orada gerçekten çok iyi iş çıkardı. Vinicius. Baxmadan topu ötürdü. McTominay topu itirsə də Matius topu geri kazandı. Vinicius'da gələn top. Vinicius sürət hesabda yaxşı olar. Vinicius Junior. Haydi Vinicius. Burada kim var? Erling. McTominay. Zərbə vursa da oyuncu qabaqsın kəsir. Gabriel. Burada biraz risk oynamayaq dostlar. Gabriel. Qarşısını alamadım. Bəli dostlar. Yəni normaldır burada gol yeməyimiz. Çünki təbii ki mən yəni zəifdir kadroda. Haaland top başladı. McTominay topu biraz bırakır. Mendes ötürür. Burada top Mendes'ten. Mendes'ten Vinicius Junior. Vinicius sürət yığır. Vinicius'dan çarıya ötürmə. Haaland topa yaxşı davranamasa da Gabriel topu gerdə yenidən bizə kazandırdı. İndi Firmino artıq oyunda yoxdur DLC-də. Asya gedib, Asya'da oynuyor. Bunu da sizə deyim. Bəli dostlar, bu ikinci qolmasını yeniyək. Rəqib güclüdür. Əlimizdən gələn vəziyyət ki, bərabərliyə çatdıraq. İkincisi. McTominay top attı. Vinicius Junior da top. Messi. Sergio Ramos. Topu daxil eləyir. Sterling. Saliba. Bu nə daxı? Üçünü də kəllədən atdılar dostlar. Yəni mən burada niyə bilərəm bir rəqibə?
çox güclüdür. Öz yerimizdə 0 uduruq dostlar. Comeback ata bilmərik. Təbii ki, uzarıq 3-2 falan. Nisa, Erling. Top çox atdı qabağına. Sadece kaleciyi geçmek Erling. kaldı. Haaland. İlk yarı bittiği için 3-0 maçları. çok kötü bir şekilde Nisa kesin. kaybediyorlar. Artık toparlanmaları gerekiyor. McTominay. İleriye doğru yüksek bir pas attı. McTominay, Vinicius, Matius irəliyir. Matius ikon oyunçuyla görək nə edəcək. İkon oyuncusu. Lazım. Burada hakim penaltı vermədi dostlar. Bu da haksızlıqdır. Yorumlara yazarsınız. Top Gabriel'de. Gabriel. Toni Kroos. Babanın arxası pas. Top Haaland'a geldi. Haaland burada Sergio Ramos səhv edə bilərdi amma səhvsiz oynayır. Bəli, Haaland yenə irəliyir. Top ayağında. O an bu an mı yoksa? İşte Baxın dostlar, bu haksızlıqdadır. Baxın. Mən top oynamışam, hakim gəlib. Mənə sarı verir, hətta penaltı da verir. Biz nə edəcəyik? 4-0 olacaq. Bu da ki mənim qaçsın. Bu da 90 kilit donarım. Mən hara tutulanım mən. varken karşı takım onu Haaland'da artık da görmek bile istemeyecektir. Rəqib hələ ki oyunu dayandırdı. Neyini? Burada dəyişiklik eləyək. Gabriel'in yerinə Van Dijk hələ girməsin. Declan Rice. McTominay dursun. Çox eşə şutları var. Qəflətən. Başda görək. Təbii ki, bunun Neymar var, Sterling var, bunun keçmiş oyuncular var. Biz bunlar necə vuruşaq da dostlar. Vuruşmaq olar nəsə. Pas oldu. Normalde top dağıtımında bu kadar isabetsiz değildir aslında. Michael Ollis'e saldım. Declan Rice topu yaxşı götürmədi özünə. Oyuncular sağ kenarında Hakimi, ısınmaya başladı. Saliba, Değişiklik Saliba. zamanı geldi mi yoksa? Vurdu Numendeş. Ne insan axı? Numendeş. Genelde müdahaleler de çok iyiydi. Mudrik gəlir təhkar şəkildə. Hakimi qoymadı. Taraftarlar gol diye sevinmeye Kaçtı. başlamıştı Hakimi ama sattı top bu. yandan dışarı gitti. Məğlub olsaq da dostlar, amma qəşəng transferlər elədik. Siz necə transferlər necədir? Yəni xoşunuza gəldi mi dostlar? Bu arada Haalanddan gedirik. Rakibin Erling. gerisindeler ama bakalım toparlanıp Erling və gol. Aşırtma zərbəli 4-1. Rəqib kaleci hiç şans ayaqlı. tanımadı. Bu oyuncu uzaktan nasıl vurulacağını çok iyi biliyor. Ustaca bir gol. Oyun donu dostlar da bizim əlimizi sıxdı. İndi isə önümüzə geri dönək dostlar. Michael Olise. Topa sahip oldu. Gabriel qoymadı. Toni Kroos'a qarşı qayda pozuntusu. Erling Haaland qaydanı pozur. McTominay hara atdı topu. Top Gabriel. McTominay topu itirdi. McTominay. Mudrik gəlir dostlar. Təhlükəli. Bu da 5 gol. Teknik direktör arda arda gelen galibiyetlerden ötürü fazlasıyla mutlu olsa gerek. Muhteşem bir pas. Michael Olise top çıxarır. Michael Olise. Alaba da top. Alaba. Michael Olise qaçır. Kullanmayı tercih etti. İşte maçı Bəli dostlar bitiren 5 son vurub düdüğü tutsaq çaldı. da, amma qəşəng transfer elədi. Təbii ki, bu mənim yəni vecimə də deyil, utsaq da nə olacaq. Mən çox onlayna önəm vermirəm, karyer oynayıram. Sağ olun dostlar, görüşənədək.